Göyçayda 20 yanvar faciəsinin 36-cı il dönümü dərin ehtiramla anılıb. Yanvarın 19-da Göyçay rayon mədəniyyət mərkəzində 20 yanvar ümumxalq hüzn gününə həsr olunmuş Qanlı gecədən doğan azadlıq adlı anım tədbiri keçirilib. Tədbirdə idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca 20 yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Çıxışlarda bildirilib ki, 1990-cı ilin 20 yanvar hadisələri Azərbaycan xalqının tarixində təkcə faciə deyil, həm də milli iradənin, azadlıq və müstəqillik uğrunda mübarizənin rəmzidir. Vurğulanıb ki, artıq 6 ildir ki, bu günü həm hüzn, həm də qürur hissi ilə anırıq. Çünki Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu Vətən müharibəsində tarixi qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, şəhidlərimizin qisası alınıb, qanları yerdə qalmayıb. Anım tədbiri Göyçay rayon mədəniyyət mərkəzinin Xalq Teatrı tərəfindən hazırlanmış qəhrəman vətən övladlarının ölməz xatirəsinə həsr olunan Qanlı gecədən doğan azadlıq adlı tamaşa ilə davam etdirilib. 20 yanvar xalqımızın yaddaşında əbədi yaşayacaq qəhrəmanlıq və azadlıq tarixidir. Etibar Bəşirov, Göyçay naminə.